Allah, 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 Allah. Ente Rabbi, Ente Rabbi, Ente ya Allahu hasbi. Ente Rabbi, Ente Rabbi, Ente ya Allahu hasbi. نظرتك لرحمتك بي يا منجي يا معين يا Demek az önce biz dedik mesela İbn Abbas rahimehullah dedi ki bu ayet hansı ki Maide sözü 44 kime inmiştir Yahudilere, Maide sözü 45 veya 47, 46, 47 kime inmiştir Yahudilere inmiştir. Ve bu da inşallah bu hadisin inşallah dedi ki bu hadise mesela için bakma olar ki hansı ki dedi İbn Abbas enneha nazalat fi taifetel minel Yahud, Yahudilerden bir tayfa var ki onlara inmiştir. Onların arasında bir hüküm çıktı ki ve onlarla ne edirlər? Gəldiler Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin yanına. Həmin məsələləri ne edib əllərinə tutmuşlar üstünə ki və bunlar ne edirlərdi? Öz cahiliyyət zamanında rəzil olan və səviyyəsi aşağı olan insanlara Quranın, İncil hökm edərlərdi, Tövrat hökm edərlərdi. Amma aralarında zəngin olan kəslərə isə, Allahın hökmündə hökm etməzlərdi. Ne edirlərdi? Özlərinə, öz nəfsləri hökm edərdi. Bunlar da eyni zamanda bir dəfə istədilər ki, Peyğəmbər sallallahu gəldikdən sonra belə bir əməl etsinlər. Və tabii ki, burada Peyğəmbər sallallahu verdi. Peyğəmbər sallallahu dedi ki, Allah hansı bu ya eyyuhellezine amanu la yahzunkellezine yusari'un fil kufr minellezine qalu amanna ila qawmin bu ayət gəldi ki, o kəslər ki, sizin eləməsindən küfrə gedən kəslər sizləri aldatmasın. Çünki o kəslərdən ki, iman etdik deyirlər, kimə Yahudilər. Və bunlardan bir qism kimi Yahudilə münafiqlərin adını keçir. Çünki Allah subhanahu la yuhkum bi anzalallah ulaika humul fasiqun. Thumma qala fiha wallahi in nazala fi iyyahuma ada. Bunlar kimə inmişdi deyir? Bunlar Yahudilərə və eyni zamanda özlərinə iman etdikləri halda münafiq olduqlarını bildikləri halda və özlərinə iman edənlərdən sayanlar var ki, bu ayət onları etmişdir. Və İbn Abbas da rahimehullah bu hədisdən deyir ki, göründüyü ki bu ayətin haqqında İbn Abbas rahimehullah deyir ki, bu ayət kimlərə demişdi? Yahudilərə. Ona görə bu ayətdən bəzi hikmətlər var, yəni bəzi gözəlliklər var və bəzi hökmlər çıxır ki, bu hədisdən, bu rivayətdən ki, bu hədis rivayət olmuş olur ki, İmam Əhməddə və bir də Albani rahimehullah silsilə sahihdə kim istəyir getsin baxsın 2552-ci səhifəsində. Bundan birinci o gözəllik var ki, bu ayətdə fəfiyyə ennəl ayət sələsə vərdətən fi surətin məidə idə ətrəqdə fiyyə yuradı minhə ibtidəən küfr əkbər və durum əkbər və fusmun əkbər liyənnəhə cəmi'uhə nəzərə fi vəqilətil yəhud fil yəhud. Bu üç ayət yoxdur. Mən ləm yəhkum bimə ədərəllah uləhu kəfirun, mən ləm yəhkum bimə ədərəllah uləhumun fasiqun, mən ləm yəhkum bimə ədərəllah uləhumun zalimun. Bu ayət üçü də kim haqqında etmişdir? Yahudilər haqqında etmişdir, düzdürmü? Bu ayət Yahudilər haqqında endiyinə görə bu ayətdə ilk olaraq bizim başa düşəcəyimiz şey olmalıdır ki, burada murad, burada ibrət alınacaq şey nədir? Böyük küfürdür, kiçik küfür deyildir. Niyə? Çünki Yahudilər inmişdir. Yəni Yahudilər indiyinə görə böyük küfürdür, kiçik küfür deyildir. Bu birinci hikmətdir ki, birinci bu ayətdə oxunduğu zaman o başa düşülməlidir ki, bu ayətdə böyük küfürdən nazir. Niyə? Çünki Yahudilər inmişdir. Eyni zamanda istihaqqıl yahud hədəl hükkəm kafirun, zalimun, fasiqun livuqi'hum fi təbdilə şəriətillah alə nəhvihi. Çünki Yahud və xristiyanlar kafirdirlər, fasıqlar, zalimdirlər. Niyə? Çünki Allahın hökmü dəyişdiklərinə görə kafirdirlər, fasiqlər, zalimdirlər. Ona görə kafirdirlər ki, Allah subhanahu hökmünü bildikləri hallar rədd etdilər. Və ona görə zalimdirlər ki, insanlara qarşı haqsız etdilər. Ona görə fasiqdirlər ki, açıq aydın hökmü zahirən etdilər. Və üçüncü də ona görə bunlar kafirdirlər ki, bu Yahudilər Allahın hökmünü dəyişdirlər. Bunlar bilirlər ki, Allahın hökmünü dəyişdirlər və ya'lemun ennəhum muxalifun. Ne dinirlər? Allahın dininə müxalif olduğuna bilirlər. Ona görə zalimdirlər və fasiqdirlər və kafirdirlər. Və dördüncü olaraq da yenə bunlar təbdili əlləzi vəqa fil yahud və küfr li əclihi və ennəhum istəlahu fiyhə beynəhum alə ən yəkuna şə'b mübəddilən qanunan müldəmən cəmi'. Ona kafirdirlər ki, bunlar əməllərinin səbəbinə görə kafir olurlar. Nə etdilər? Bunu öz aralarında qanun qoydular. Ona görə qanun qoydular ki, bu əməli Yahudilər işlərindən zəngin olanlara bu hökm tətbiq eləmədilər. Ancaq kimlər tətbiq edilər bunu? Fasiqlərə. Ona görə nə edilər? Bunları yəni kafir. Beşinci bir şey odur ki, məməkən hükkəm müslimun fi təbi şərəiyyətillah kəmə məqəl bihi midiyyum. Ənəxiyəllədə məqəbi. Bunlar ona yəni kafirdirlər ki, bugünkü hakim müsəlmanlar ki, bunların əməlləri də eyni, Yahudilərin əməlləri də ki, onlar da nədirlər? Bilirlər ki, Allahın hökmü haqdır. Bununla beraber Allahın hökmündən bildiklərini dəyişdirirlər.
onun yerinə başqalarını qoyurlar. Və bu günlər məsələn Azərbaycan onun zənginlər və başqa onun zənginlər, prezidentlər və bunun ad tabi olan nazirləri istədiklərini gəzdirə bilərlər, istədiyi silah gəzdirə bilərlər, istədiyi günah işləyə bilərlər, istədiklərini öldürə bilərlər, istədiklərini döyə bilərlər, istədiklərini həbsə ata bilərlər. Amma bir zalim birisi, bir dənə məzlum, günahkar, kasıb birisi bir əməl edəndə nə aralar onu həmən türməyə atarlar, bir dənə baxış oğurlayırsa ona 2-3 il həbs kəsərlər. Amma bu günlər məsəl üçün böyük vəzifəli insanı istədiklərini eləsələr ona 5 ildə yox, 10 ildə yox, heç ağır belə söz deməzdir. Bunu onu göstərir ki, bunların bu əməlləri nədir? Yahudi əməllərindən eynidir. Biz bunu An-Səvridən, An-Mansurdan, An-İbrahimdən qalə nəzələt hədil əyə fi bəni İsrail və radiyə lihədihil ümmətə bihə. Bütün bu alim, bugün bizim asrımızın hükümları da deyir, bu ayətə daxildir. Bunun üçün deyir, An-Səvri, An-Mansur, An-İbrahimdən və yenə İbn-i Cərir Təbəri Rahiməhullah Bisnədir Həsən deyir ki, qalə nəzələ fil-yəhud və aleyhə vacibətun. Bu Yahudilərə inmişdir, bu da eyni zamanda bizlərə də aiddir. İbn-i Cərir Təbəri deyir. وليس في الحديث ما يدل على أن اليهود كفروا لوقوعهم في الاستحلال قلبي لحكم غير ما أنزل الله أو أنهم كفروا الآية نسبوا إلى ما استوى عليها حكم الشرع إلى دين الله. Bunların deyir küfürü, bunların küfürü. O demek değil ki bundan qəlbə olan bir küfür. Xeyr, bu da qəlbə heç deyil, əlaqəsi yoxdur alimlər. Bu məsələnin heç bir şeydə qəlbə, zərrə qədər də olsun, nə yoxdur, bağlantısı yoxdur. Çünki bəzilər deyirlər ki, onların qəlbdən baxmalı. Qəlblərində itiqat edirlərsə də, o zaman bunlar nədir? Kafirlərdir. Əgər qəlbində itiqat edilmirsə, kafir deyildir. Biz bilirik ki, elə əməllər var ki, insanı dindən çıxaracaq, onlara qəlbə baxılmaz. Məsəl üçün, Quranı istihza etməklə bir pisliyi atmaq və ya ki, Allahın dində alay etsinmək kimi əməllər var ki, onların heç biri qəlbə bağlı deyildir. Ki, o insan qəlbi ilə etiqat edəsin və ya ki, etiqat etməsin. Burada tabii ki, bu məsələdən çox danışmaq olar, amma burada bizim məsələdən daha da çox danışmaq ehtiyac yoxdur. Çünki, əlhamdülillah, bugünkü hakimlərin məsələsi haqqında biz də daha da geniş danışmışıq. Yəni, kim istəyirsə, məsəl üçün, gedib baxa bilər. Həmən bizim açılmış olduğumuz maddə 44-də onların ətrafına gələn şübhələrə istədiyim şəkildə rəddiyə biz verə bilərik. Ki, orada hər hansı bir şübhələr varsa onlara rəddiyə verilmişdir. Və yenə əhl-i elmdən onu zikr eləmək olar ki, Allahın hökmlərini dəyişdirirlər. Məsəl üçün, bu günləri qanunların Allahın qanunu, yəni başqa qanun qoyanların hökmləri ki, etiqat eləməsə də alimlərin görüşləri. Qalə İbn-i Cərir fi təfsiri. İbn-i Cərir öz təfsirində buyurur ki, 4-cü cilddə 592-ci səhifəsində fəulaikə humul kafirun və ulaikə humul zalimun deyir ki, yəqul həuləllədinə ləm yəhkum bimə ənzəlallah fi kitab və ləkin bəddəlu وغيره حكمهم وكتم على حق الذي أنزل في كتابه. وقال Cəssas bunların hökmü nədir? Kafirdir. Nəyə görə? Çünki avalakinə bəddəlu və qeyri hükmü. Allahın hökmündən başqa hökmlər nə etdilər? Hökm etdilər, dəyişdilər. Ona görə bunlar nədir? Kafirdir. Və yenə Cəssas deyir ki, fi əhkami fi təfsir qanun Teala فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ. Nisa surəsi 65-də deyir ki, بِهَذَا الْآيَةِ دِلَالَةً عَلَى أَنَّ مَنْ رَدَّ شَيْئًا مِنْ أَوَامِرِ اللَّهِ تَعَالَى أَوْ أَمْرِ رَسُولِ صَلَّى اللَّهُ عَلَيْهِ وسلم فهو خارج من الإسلام سواء في رده من جهة الشك فيه أو من جهة الترك القبول أو امتناع عن التسليم. Hansı yönüyle olsun, hansı tercihiyle, necə tercih edəcəksin, fərq etməli, istəyir şək tercih eləsin, istəyir qəbul edələr, tercih etsin. Necə tercih edirsə eləsin, bu insan nədir? Kafirdir, fərq etməz, hansı yönüyle olursa olsun. Çünki bunlar Allah və Rasulunun hökmündən qırağa çıxmışdır. Ona görə nədir? Bunlar kafirlərdir. Bunu Cəssas Rahiməhullahın Əhkam-ı Qur'anda gedib baxa bilərlər, Nisa surəsi 65-ə. Və yenə də əhl-i elmdən İbn Teymiyyə Rahiməhullah öz fətvalarında 7-ci cilddə 70-ci səhifəsində deyir ki, və həuləəllədinə ittəxəz əhbərəhum və ruhbənəhum ərbəbən حيث أتاعوهم في تحليل ما أحرم الله وتحريم ما أحل الله ويكون على وجهين أحدهم أن يعمل أنهم بدلوا بدين الله فيتبعونهم على التبديل ويعتقدون تحريم ما حرم الله وتحريم ما أحل الله اتباعا لرؤوسهم مع علمهم أنه خالف دين الرسول فهذا كفر قد جعل الله ورسوله şərikə. Bu ayətən açıqlayarkən ki, اتخذوا أحبارهم ورهبانهم أربابا من دونه bu ayətən açıqlayır. Tövbə surəsi. Deyir ki, buradan bunlar kafirdirlər, ona görə ki, bunlar öz alimlərini, papazlarını və hakimlərini ilah etmişdilər və Rəbb etmişdilər. O şeydə ki, Allah haram buyurur, halal edindilər, halal haram etdilər. Yəni, bunu bildikləri halda həmin bu insanlar buna tabi oldular, bunların
vermiş olduğu qanunlarla, hökmlərlə razı qalıb bunu həyatlarında tətbiq edilər. Və bu ona dəlildir ki, bugün bəzi məsələn deyirlər var, şübhələrə rəddiyyədən açıq aydın görünür ki, bəziləri deyirlər məsələn burada olan qanunlar və ya başqa yerdə olan qanunları bunlar qoymur ki, bunlardan öncəkilər qovubdur bu qanunları. Bu halaldır, bu haramdır, bu qanunları bunlardan öncəki insanlar qoyub. Məsəl üçün deyirlər ki, bugünkü prezident günahı nədir ki, bundan öncəkilər bu qanunu qoymuşdur. Bu başqa qanun qoymuyor ki, bu sadəcə o qanunu tətbiq edir, özü də bir günahdır. Və İbn Teymiyyə gözə keçib bu da deyir ki, bunlar bilirlər ki, dəyişdirmiş olan, Allahın hökmünə zid olan hökmlərə tabi olurlarsa da və bununla idarə edirlərsə, bilirlər ki, bu hökmlər Allahın hökmünə ziddir. Qanun qoyulub, bu Allahın hökmünə ziddir, buna tabi olurlarsa da. Bunlar insanlar idarə edirsə, qad cəalə Allah və Rasulü şərikən, bu özlərini müşrik olaraq edilmişdir, bu küfürdür. Bu, açıq şəkildə deyil. Və qul dedim ki, deyirik ki, deyil, hədə fi mən yəttəbi' mübəddili şər'illə fi təhlil və təhrim fi bəbəl ulə küfür mən qam bi'ilmi və təbdil şər'itlə min əhbəbə ruhbən. Və yenə məlumdur ki, əlhamdülillah ki, bugünkü hakimlər də ki, bu məsələdə halal məsələsində, haram məsələsində kəsin sürətə tabidirlər. Özlərindən gələn öncə hakimlərin də küfür qanunlarını da özlərini edirlər, tətbiq edirlər. Bu da bir baxımdan bunların kafir olmasına dəlildir ki, çünki öncəkilər deyir ki, öncəkilər, filan alim neynəsin ki, və ya filan hakim neynəsin, bu qanunu ondan öncəki insanlar verir. Bu qanunu onlar qoyub, bu tətbiq edir. Amma İbn Teymiyyə görüldüyü ki, nə deyir burada? O fərq etməz. Necə İbn Teymiyyə rahimehullah 28-ci cilddə fətvalarında 524-cü səhifəsində və ma'lum bi idrar minəl-muslimin, müsəlmanların min din muslimin, müsəlmanların dilində zərur olan bilinən bir məsələdir ki, ənnə mənsu ittima qeyri din İslam, İslam dinindən başqa bir dinə tabi olmaq və başqa bir şəri, Muhammedin sallallahu şəriətindən başqa bir şəriətə tabi olmaq, tabi olan insan nədir? Kafirdir. Çünki fərq etməz. İstəyir dəyişmə hökmə tabi olsun, istəyir dəyişmə hökmə tabi olsun. Əgər bu hökm Allahın hökmünə ziddirsə, yenə də kafirdir. La şək ənəhu əvləl bil küfr min xuruc min dairətil İslam. Bugünkü hakimlər şək yoxdur ki, bunların dindən çıxmasında hər hansı bir şübhə yoxdur ki, bunlar dindən çıxır. Niyə görə? Çünki alimlərin dediyi kimi bunlar Allahın hökmündən daha ədalətli görür, başqa bir hökmlərlə tətbiq edirlər. Əgər bugünkü hakimlər bilsə ki, Allahın hökmü daha üstündür, daha əftaldır, onu hökm edərlər deyə deyirlər. Amma bu da keçərsizdir. Onlar əgər həqiqətən Allahın hökmü istəyirlərsə də hökm edərlər. Əgər bilirlər ki, bunlar Allahın hökmü bugün yeganə hökmdür, insanları idarə etmək üçün onlar hökm edirlər. Amma bunlar onu deyirlər ki, Allahın hökmünü aciz görürlər ki, bugünkü zamanımızı Allahın hökmünə yönləndirmək olmaz. Bugün demokratiya daha gözəldir. Əgər bunlar bilsələr ki, bugünkü insanların qurtuluşu və insanların saadətə uğraması üçün Allah Subhanahu hökmünə başvurmaq lazımdır. Tabii ki, onlar Allah Subhanahu hökmləri ilə hökm edərlər. İnşallah biz keçirik insanı dindən çıxardacaq bu hakimlərin 4-cü bir əmələ. O da ki, el-qabanin, el-təşri'at, o qanunlar ki, Allah Subhanahu hökmlərinə ziddir. Biz inşallah insanı dindən çıxardacaq. İki şeydən danışdıq, onun üçüncüsü qaldı. Birinci qaldı ki, Allah Subhanahu hökmündən başqa, Allah Subhanahu hökmlərini tətbiq edəməyən insan. İkinciyə gələndə isə Allah Subhanahu hökmünü dəyişən. Üçüncü isə qavanin və təşri'at, qanunlar və təşri'lər qoymuş olan qanunlar, hansı ki, müdahiyyətən li şər'illah, Allah Subhanahu hökmlərinə zid olan hökmlər. Bu, ondan fərqlənir ki, Allah Subhanahu hökm etməməkdən və Allahın hökmünü dəyişdirməkdən fərqlənir. Bu birinci və ikinci qism, üçüncü qism var ki, başqa qanunlarla idarə eləmək var ki, bu birinci və ikincidən daha şiddətli bir küfürdür, daha şiddətli. Çünki nəyə görə? Birincidə, məsələn, bir insan Allahın hökmünü sadəcə nə etmir, sadəcə tətbiq eləmir, sadəcə olaraq. İkincidə isə Allahın hökmlərini dəyişdirir. Allahın hökmlərini başqa bir insanların və ya ki, başqa bir mənsuf olan Yahudi və Xristiyanların hökmləri ilə və onlarla öncə qövmlərin hökmləri ilə dəyişdirmək Allah Subhanahu hökmlərini. Bu birinci də şirk, həm şirkdir, həm küfürdür. İkinci də həm şirkdir, həm küfürdür. Birincinin iki qismi ayrıdır ki, küfür olan tərəfi var idi, küfür olmayan tərəfi var idi. İkincinin isə hər zaman küfür olan, çünki Allah hökmünü dəyişdirmək tamamilə küfür idi. Hər hansı bir istisna yoxdur. Varda küfür, böyük küfür. Çünki Allahın hökmünü dəyişdirmək konkret olaraq küfürdür. Amma bu üçüncü isə burada daha şiddətlidir ki, həm şiddətlidir birinci qism kimi, həm də eyni zamanda burada təkfir qanun qoymaq məsələsi var ki, bu da elə bir şiddətli bir küfürdür ki, fəcəalə nəfsəhə müşərrəən öz nəfsini, özünü qanun verici kimi iddia edir, özünü qanun verici kimi bir elan edir. Bu isə nədir?
Bu sifət Allah subhanahu və teala'ya aid olan bir sifətdir ki, Allah nə deyir? Əm ləhum şurakə, onların şərikləri var. Şəra'u ləhum minəd-din. Allahın icazə vermədiyi bir şeydə qanun qoyurlar. Deyirlər özləri. Artıq yəni bu üçüncü qism ona görə çox şiddətlidir. Çünki bunlar Allah subhanahu teala'nın aid olan bir sifəti özlərində deyirlər ki, bunlar da qanun qoyur. Bu da Allah subhanahu rububiyyətinə ortaq qoşmaq. Allah subhanahu rububiyyətinə ortaq qoşanda da vara xilaf yoxdur ki, fi küfrihi və tuğyanihi, küfründə, tağutluğunda və xurucuhu min dairətil İslam, İslam dinindən çıxılmağında da hər hansı bir şübhə yox. Niyə ki, və illətən dəlikə, yəni burada illət, səbəb nədir ki, bu insan özünü Allah subhanahu teala'nın aid olan xüsusiyyətlərindən özünü xüsusiyyətləndirir. Odur ki, Təşər bir xaliq, özünü xaliqə bənzədir. Çünki necə xaliq bir toplum yaratdısa da, o toplumu yönləndirmək üçün o xaliqin özünün qanunları var. Özünün konstitusiyası var ki, bu toplumu necə idarə edilməsi lazımdır. Əgər bir insan da bu sifəti özündə deyirlərsə də və bəşəri və xalqı bunu idarə edərsə də, bu insan eləmiş olur. Allah subhanahu qanunları ilə deyil, öz qanunlarına idarə etdiyi zaman özünü Allah subhanahu aid olan sifətlərini vermiş olur. Və burada necə ki, Şevkani rahimehullah da bu məqsəd haqqında buyurur. Necə ki, Allah subhanahu özü Nisa surəsi 60-da buyurur ki, Ələm tərə iləl-ləzīnə yəd'ununa ennəhum əmənə bimə undir eləyik və undir min qablika yuriduna an yetahhakem ilə tağut və qad umiru an yekfuru bihi və yuridu şeytan an yudillahum dalalan ba'ida. Sən o şəxsləri görmədinmi ki, sənə və səndən öncəkilərə iman etdik deyirlər. Yəni iman etdik həm də eyni zamanda iman deyil, bunu yəd'ununa, yəni iddia etdilər. İman etdik demədilər, iddia. Yəni bu iddia da zə'mə kəlməsi bir boş bir, yəni yalancı belə iddia etdikləri söylədilər. Və i'təbər Allah Teala bi iman zə'mən la haqiqatan lahum. Yəni iman zə'm elədilər. Yəni bir iddiadır, həqiqi bir iman deyil. Sadəcə bir iddia, yəni boş bir hava. Çünki onlar nə edirlər? Allah və Rasulunun hökmündən daha ədalətli bir hökmlərə baş vurub onunla insanları idarə etməyə cəhd göstərirlər. Və bu haqda Şövkani öz təfsirində buyurur ki, 1-ci cilddə 481-ci səhifəsində fihi tə'cibudur Rasulullah تعجب من هؤلاء الذين ادعوا أنفسهم أنهم قد جمعوا بين الإيمان بما أنزل الله على الرسول وهو القرآن بما أنزل الله على قلبه من الأنبياء فجاءوا بما ينقض عليهم هذا الدعوة يباطلها من أصلها. Deyir ki, məsəl üçün Şövkani rahimehullah bunların boş bir iddia, yəni boş yalancı bir batıl bir iddia, iman iddiası olundu ki bunlarda və Allah və Rasuluna iman etdiklərində o nədir? Qur'an. Yez'amuna ennahum amanu bima unzila ilayk. Sənə iddia, yəni sənə eləmədi Qur'ana. Qur'ana iman etdiklərini etdilər, bu insanlar iddia etdilər. Bu nədir? Qur'an-ı Kərimdir ki, insanların yer üzərində necə yaşaması lazım, Qur'an-ı Kərim hökm etdi. Amma bunun və eyni zamanda da yeni bir boş iddia və yalan iddia ki, yəni Allah Rasulunun onlara iman gətirməsi üçün və Allah Rasulunun onları dəstəkləməsi üçün özündən öncəki peyğəmbərlərə də iman gətirdiklərini söylədi. Bax, hələ mən sənə də və sənin öncəkə inanmışam, ya Rasulullah. Yəni, nə özün nəyin, öz imanını təhqiqləşdirmək üçün, öz imanında sabit qaldığını Allah Rasuluna sübut etmək üçün onu deyir. Amma Allah Subhanahu deyir, yuriduna an yetahakam ila tağut. Amma reis bu tağutun hükmə baş vurmaq istəyirlər ya Muhammed sallallahu əleyhi və səlləm. Ona Şevkani nə deyir? Bunların hədə iddia, bu iddia nədir? Da'matan batilatan. Bu batil bir iddiadır min asliha. Aslına yuvaddihu ennahum leysu ala şey'in min zalika aslan. Bunu açıqlayır Şevkani Əhməd. Əslan bunlarda iman yoxdur. Əslan bunlarda nə yoxdur? Əslan bunlarda kesinliklə iman yoxdur. Və huve itidadihim dindən çıxması, litəhəkum ilə tağut. Tağutun hökmünə baş vurması ilə Allahın dinindən çıxdı. Çünki nə görə? Zə'amə nəfsəhum müşərri'ən. Özlərini illahlaşdırmış insanların və qanun qoymuş insanların hökmünə baş vurması ilə nə edirlər? Həm o insanı ilah etdilər, Allah sifət verdilər, həm düzlər burada nə oldular? Müşrik oldular ki, Allaha aid olan bir sifəti kimə verdilər? Tamamilə bunu başqalarına verdilər. Başqalarına verdilər ki, nə oldular? Bunlar burada müşrik oldu. Çünki bu müşərri'ən qanun qoyacaq Allahdır. Çünki Allahın rububiyyət sifətinədir. O və sahibu təşri' o qanun qoyandır. Allahın sifətindən budur. Bunların bu iddiası deyir, nə oldu? Batil oldu. Alə ənə bi qalbihi yukəffir bihi. Bunların qəlblərinin də bu iddiada yaran olduğu açıq aydındır deyir. Və mimmə yədxulu fit təvağüdü ma'nə vasiən kulləyyə. Deyir, bu mənaya girəcək şeylər çoxdur, tağutun mənasına açıqlama çox olar. Bunun içinə çox hökmləri və çox isimləri, necə deyim ben, necə məsəl kapitalizm, sosializm və başqa qruplar da bu tağutun içinə nə eləmək olar, almaq olar. Bax, deyək ki,
və başqalarında. Necə ki, burada eyni zamanda da Muhammed bin İbrahim, yəni Şeyx Rahimullah Risaləsində deyir ki, Təhkim və Xavanində, o da bu məsələdə buyurmaqdadır ki, Əzə'əmunə, yəni zə'əmə kəndində Şürkəni Rahimullah özü buyurdu ki, məsəl üçün bir təfsirdə, birinci ciltdə 481-ci səhifəsində buyurduğu kimi, eynisini də Şeyx İbrahim Əli-Şeyx də buyurur ki, Əzə'əmunə kəlməsi təkdibən ləhum fīmə iddə'əminəl iman. Bunların imanın yalancı olduqlarını açıq aydın deyib görülür. Çünki Allah deyir ki, zə'əmə kəlməsi ərəb dilində yalan bir inanc. İmanın həqiqəti deyil, imanın əsli deyil. Yəni insanları qandırmaq üçün nə oldu? Bir iddiadır. Fəinnəhum onlarla la yectəmü təhəkkümü ilə qeyri mə cəbinin sizlam ma'i iman fi qabri abudun əslam. Onların qəlbində olan imanla Allahın Rasulunun hükmündən başqa hükmü baş vurmaqla bu ikisi bir arada olmaq çox ziddir. Zidd olduğuna görə, imanla küfür bir arada olmadığına görə bir qəlbdə, ona görə Allah buna nə dedi? Yazə'əmunə boş bir iddiadır. Yəni qəlbdə olan deyil, sadəcə bir dildədir. Bəl imanı yunafil əxar. Bu iman etdiyi əməlinə ilə ziddini göstərir. Əmən ədillətən zəlikən qavluhu təalə, buna da Allah Subhanahu taala kəsin şəkildə hökmünlə bəyan edir ki, artıq bunların qəlblərində iman olmadıqlarını Nisa surəsi deyir 65-də Fələ və rabbikə la yu'minun. Onlar əsla iman etmədilər, əsla mömin deyirlər, iman sahibi deyirlər. Hətta yuhakkimuka fi ma şəcərə beynəhum. Səni aralarında hakim təyin etmədiksə, sənin vermiş olduğun hökmə razı qalmadıqsa və hökmü verdikdən sonra da qəlblərindən sıxıntı çıxmadıqsa və yenə tamamilə təslim olmadıqsa, onlar əsla iman etməzlər. Çünki Allah burada nə alır? Qasam edir, and edir. Və hədiyyə ayə, bu ayət nazil olmuşdur. İki kişi haqqında ki, Peyğəmbər vaxtında dartışdılar. Dartışdıqları zaman bu insan geldi Peyğəmbər vaxtında. Gəlir Allah Rəsulü bunların hökm verdi. Bunların haqqında ki, bu rəzm olmalıdır. Bunun haqqında hökm verdi. Hökm verəşində bu insan həmən bu hökmdə nədir? Razı qalmadı. Allah'ın sana hükmü. Və getdi Əbu Bəkirin yanına. Əbu Bəkirin yanına gedində Əbu Bəkirin verdiğin hükmü dedi, sən Allah Rasuluna hüküm verdiysə də, sən bir də məndən hükmü istəyirsən. Əbu Bəkirin Allah Rasulunun dediğini dedi. Bir də razı qalmadı. Və gəldi Ömərin yanına. Ömərin yanına gələndə ki, dedi, sən Allah Rasulunun gelirsən, bir də hə, dedi. Onu dedi, Əbu Bəkirin yanına getmişəm, indi sən yanına gəlmişəm ki, bizim aramızda hüküm edəsən ədalətli. Həzrət Ömər artıq dözmədi, çünki Allah Rasulunun hükmü sən razı qalmadınsa da, Həzrət Ömər qılıncı çıxartdı, onun kişini öldü. Yəni sən Allah Rasulunun deyir, hökmünü qəbul etmirsənmi? Allah Rasulunun afisələrində hökm edib, sən bu hökmü qəbul etmirsənsə, bunu da rivayət edir. Amr bin Zübeyir fəqalə Ömər, əkədəlikə deyir, sən bunu həqiqətən belə elədinmi? Deyir, bəli. Fəqalə Ömər, həttə əxirmə, Ömər deyir, sən bunu həqiqətən elədinmi? Allah Rasulunun yanına getdim deyir, hə. Abbəşimə getdim deyir, hə. Ömər deyir, qılıncını çıxar deyir, onu öldürür. O ibadət edənlər idi. Bəli, bəli. Bunlar müsəlmanlar idi. Və amma qəlblərində nifaq olan müsəlmanlar idi ki, nifaqlar idi. Hələ bunlar iman etdiyinə iddia edərək ki, və Allah Rasulullah savaşa gedən kəslər idi. Savaşa gedən kəslər idi. Əgər bunların bu şəkildə hökmləri budursa, o zaman bizim zamanımızda göndərirlər. Və yenə İbn Qayyim Rahimehullah bu məsələdə az öncə mən demişdim ki, Təbiyyin kitabında 270-ci səhifəsində bu ayəti açıqlayır ki, yenə də Sarul Məslulda İbn Teymiyyə 38-ci səhifəsində həmin bu məsələdə nə etməkdədir? Danışmaqdadır ki, yəni bunların nə qədər kafir olduğu, nə qədər Allah Subhanahu hökmlərinin üst çevrildiyini İbn Teymiyyə Rahimehullah bu fətvalarında 28-ci cildində 471-ci səhifəsində deyir və kullu men xaraca an sünnəti Rasulullah sallallahu əleyhi və səlləm وتشريع وشريعته فقد أقسم الله بنفسه وقدس أنه لا يؤمن حتى يرضى بحكم رسول الله في جميع ما شجر بينه من الأمور الدين والدنيا حتى لا يبقى في قلوب حرج من حكمه ودلائل القرآن على هذا الأثر كثيرا. Deyir ki, kullu men xaraca an sünnəti Rasulullah sallallahu fi təşri'ihi. Allah Rasul gətirmiş olduğu sünnət təşri'isi, qanunlarından, hökmlərindən, kimlər üç çevrəsin, ondan üç çevrə başqa hökmə baş vurarsa deyir. Allah artıq and içir ki, onların imanları olmadığını, onların imandan çıxdıqlarını o zaman qədər ki, Allah Rasul hökmünə razı qalacaqlar. Onunla hökm edəcəklər. Bütün dünya və axirət məsələlərində o zaman bunlar mömin olur. Yoxsa qəlblərində zərrə qədər olsun iman qalmaz, kafir olanlar və bu haqda dəlillər Qur'anda çoxdur. Kim istəyirsə gedib deyir, nə edə bilər? Təbii ki, baxa bilər Quran-Kərimdə bu məsələ haqqında danışılır. Və yenə burada görüldüyü ki, məsəl üçün İbn Teymiyyə Rahimehullah və başqa alimlərdən bu məsələdə çox danışmaq olar ki, həqiqətən özlərini ilah edənlər var ki, bunlar nədir? İmanın əslinə ziddir. Hətta bunların küfrü birinci və əməl çıxardan var ki, insan Allahın hökmünü dəyişdən. İkinci isə Allahın hökmünü hökm edəndən daha şiddətli budur ki, niyə?
Çünki Allah və Rəsulünün hökmünə razı qalmır, gedib başqa hökm axtarır. Başqa Allah Rəsulünün qanunlarına baş vurub, onun da özünü təşriə, qanun hökmləri ilə idarə etmək istəyir. Necə ki, demişdik ki, İbn Kəsir Rahimov demişdi ki, həmin bu ayətdə, bunlar Allah və Rəsulünün hökmlərinə adilən, ədalətli olaraq göstərirlərsə də, bunlar təhakküm ilə məhvət batildir. Bu da deyir, tağutun əsl mənası odur ki, Allahın hökmlərindən başqa bir hökmə baş vurmağın əslidir. Çünki Allah deyir, Quranda buyurur ki, əgər onların imanı olsaydı, فَإِذَا قِيلَ لَهُمْ تَعَالَبْ إِلَى مَا أَنْزَلَ اللّٰهُ وَالَّا رَسُولُ Onlara desən ki, əgər bu iddianız doğrudursa da, o zaman gəlin Allah və Rəsul hökmünə رَأَيْتَ الْمُنَافِقُونَ يَزُدُّونَ عَنْكَ صُدُودًا O zaman münafiqlərə görəsiniz ki, sizdən necə üz çevirib qaçırlar. Hansı ki, ilk önce demiş ki, mən sənə yandım, ya Rasulullah, səndən öncə inandım. Görüm, o zaman gözəl, gəl Allah və Rəsul hökmünə baş bıraq, deyir, onda siz görürsünüz ki, onlar sizdən necə də uzaqlaşır, üz çevirib qaçırlar. Bu inşallah tağutu insanı dindən çıxardacaq üçüncü əməllərdəndir ki, insan bu üçünlə də birinci ilə dindən çıxır, ikinci ilə dindən çıxır, üçüncü ilə nə edir? Dindən çıxır. Amma burada elə qanunlar var ki, bunda biraz açıqlama verək, bu insan dindən çıxartmır. Məsəl üçün, bu günlər ayrıca necə deyim, şübhələr tabii ki, gətirirlər ki, hər qanun, ümumiyyətlə qanun qoymaq təşriə, üç qismə bölünür. Halal qanunu, şirk qanunları, küfür qanunu, haram qanunlar, bir də mübah qanunlar. Şirk qanunlar odur ki, Allah Subhanahu halallarını kəsinliklə eləmək, halal eləmək və haramlarını halal eləmək. Və Allah Subhanahu aid olan sifətləri özlərində iddia eləməsi. Bu konkret küfürdür, şirkdir, dindən çıxardılsın. İkincisi isə haram olan bir qanunlar. Haram olan qanunlar məsəl üçün bütün bu dövlətlərdə var. Məsəl üçün nə eləmək? Rüşvət almaq. Tamam mı? Rüşvət vermək. Və ya ki, birinə zulm etmək. Bunlar hamısı nədir? Bu qanunlar zulmdur. Məsələn, bir işə girmək üçün, birinin yanında işləmək üçün sənə rüşvət alırsan və sənə onların haram pullarla verirsən, bunların hamısı nədir? Bunlar haram olan bir qanunlardır. Üçüncü isə mübah olan qanunlar. Mübah olan qanunlar hansıdır? Məsələn, sifət qanunları, pasport almaq, şəxsiyyət vəsiqəsi almaq, ondan sonra bir işə girərkən, məsələn, idarədən bu idarəyə keçmək, o idarədən icazə almaq, məsəl üçün, həkim olmaq üçün, məsələn, oxumaq, institutdan diploma almaq, o diplom əsasında bir məktəb tikmək və bələdiyyədən gedib keçmək, bələdiyyədən bir kağız almaq, bunlar hamısı nədir? Mübah bir qanunlardır. Bunlar heç bir Allah Subhanahu hökmlərinə zidd deyildir. Məsələn, maşın alırsan sığortalamaq, işıq pulu vermək, qaz pulu vermək bu qanunda var. Buna müxalifət olarsan, cəzalandırılırsan. Bunlar hamısı şəriətin tələb etdiyi bir qanunlardır. Amma burada haramlıq var. Həm bu mübahdır, həm haramdır. Mübah olan tərəf nədir? Sən o işıq pulunu, qaz pulunu vermən. Amma haram olan tərəf nədir? Haqsız yerə çoxalmaları. Məsəl üçün, İslam dində belə bir qayda qanun var ki, üç şey var ki, o xalqındır. Qaz, işıq, neft. Qaz, işıq, neft xalqındır. Buna dövlətə pul verirlər. Dövlətə yardım olunan bu şəkildə ki, dövlətin işçiləri və bu şeydə hizmət göstərənləri yalnız və yalnız yeməyi, içməyi bu yolda, bu işdə qoyulacaq maliyyətin haqqı ödənməsi üçün bir də işçilərin maaşı sadəcə xalqdan alınmalıdır. Ondan əlavə ticarət məqsədi ilə, pul qazanmaq məqsədi ilə kəsinliklə nədir? Olmaz, haramdır. Bu niyyət olarsa artıq nədir? Harama gəlib çıxmış olur. Və burada məsələlər var, advokatlar, yəni biz bunların da üstündə dura bilərik, amma ki, mənə gəlir ki, bunun elə də ehtiyac yoxdur ki, biz bugünkü Azərbaycan advokatları üzərində duraq, yəni bu elə də bir geniş, çünki advokatlar belə zaten Azərbaycanda qanunlar, küfür qanunlarsa da, advokat olsan da sən o küfür qanunları idarə edəcəksən, o qanunlarla insanlar arasında dəstəkləyəcəksən. Amma bu şəkildə caizdir ki, sən sadəcə bir qıraqdan yalnız İslam qanunları ilə hökm edəsən, o qanunlar əsasən bir insanı müdafiə edəyəsən. Bir Azərbaycanda mübah olan qanunlarla müdafiə edə bilərsən bir insanı. Əksi təqdirdə isə kəsinliklə bir insanı müdafiə etmək haqqı yox. Biz də bilirik ki, bu da mümkün olmadığına görə, Azərbaycanda mümkün olmadığına və başqa bir yerlərdə də eyni zamanda mümkün olmadığına görə bu günlərin məsələn mühami, yəni şey olmaq da, advokat olmaq da nədir? Heç yəni olar ya advokat olsun, amma istənilən formada olmayacaq. Yəni bu bir gün yer harama gedəcək şirkət deyil. Çünki bu lazım məsələn, amma bu şəkildə olar bir də onların öz qanunları ilə bir insanı müdafiə etmək. Hansı ki, onların qanunlarla görə bu insan müdafiə olsa qurtular və şəhərdə görə də olsa qurtular, o qanunlara görə də olsa bir insan qurtular. Məsələn, bugün gəlib mənim malımı alırlar, bugün gəlib mənim türməyə atırlar, həbsə atırlar. Mən məhkəmənin hakim tuturam ki, məni öz qanunları ilə sübut elətdir və öz qanunları ilə hansı ki, məni müdafiə edəsə, mən azadlığa çıxa bilərəm, mənim malım gelin qayda bilər. Bu da nə altına gedir? İkrah altına gedir, məcburiyyət altına gedir. Amma bu olmadan, əksi təqdirdə isə, ikrah olmadığı halda bu qanunlarla baş vurmaq və bu qanunlardan istifadə etmək üçün bu şəkildə doğru deyildir.